Salam əziz MİQ sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə MİQ-in qəbuluna düşən, 3 iyul tarixində qəbula düşən suallarının davamını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olun, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və keçək suallarımıza vaxt itirmədən. Birinci sualda deyir ki, şagird summativdən aşağı nəticə göstərir deyə əhvalı pozulub ağlayır. Müəllim bu zaman nə eləməlidir? Hansı addım atmaqla problemi həll etmək olar? Baxaq, şagirdə yüksək qiymət yazmaq xeyr. Çünki uşağın emosional, yumşaq bacarığında problem var. Yüksək qiymət yazmaq idraki bacarıqlarla bağlıdır. Ona görə bu doğru yanaşma deyil. Ondan sonra müəllim reaktiv yanaşması. Reaktiv yanaşma biz bilirik ki, əmrlə, sərt reaksiya ilə yanaşan müəllimdir. Bu doğru yanaşma deyil. Proaktiv olsa olardı ki, müəllim daha pozitiv yanaşardı. Şagirdin özünü dərk etməsinə şərait yaratmaq. Burada özünü dərkdə problem yoxdur. Yəni özünü dərk, belə deyək də, özünü dərk etməsinə şərait yaratmaq. Bu ağlayır. Yəni özünü dərkdən keçib artıq. O həmən problemi, özünü idarəyə problem, özünü idarəni həll eləmək lazımdır. Yəni özünü dərk yox, özünü idarə. Çünki əgər bir uşaq ağlayırsa, mənfi bir hal varsa, orada özünü idarəni artıq işə salmalıyıq. Əgər bir dava var, əsəb var, narahatçılıq var, stres var da, o stres varsa orada təmkinli qərar vermək lazımdır, pozitiv yanaşmaq lazımdır. Ona görə də özünü idarə olmalıydı. Burada onda özünü idarə olsa olardı. Deməli, 3 də yanlışdır. Daha doğrusu 3 yanlışdır. 4-də nə deyir? Mövzunu yadına salmaq üçün ona suallar vermək. Bəli, yönəldici suallar verə bilərsən. İstiqamətləndirici, açıq suallar verə bilərsən. Bu doğru yanaşmadır. 5-də isə müəllim sakitcə uşağa yaxınlaşması və dəstək olması. Bəli, bu önəmlidir. Müəllim fasilitator kimi çıxış eləyir. 5-də doğrudur. Şagirdlə danışıb səhvləri müzakirə etmək. Bu da Vygotsky nəzəriyyəsinə əsasən vurğulanır. Gələcək fəaliyyət üçün birlikdə strategiya qurmaq. Bəli, bu da Vygotsky Goleman nəzəriyyəsinə əsaslanan fikirdir. Müəllim şagird arasında düzgün münasibət, effektiv ünsiyyət formalaşır və müəllim fasilitator kimi çıxış eləyə bilir. Cavabımız 4, 5, 6, 7-dir, yəni D bəndidir. 8-də isə deyir ki, şagirdə əlavə tapşırıq verməklə qiyməti yüksəltmək. Biz dedik qiyməti yüksəltmək bu idraki bacarıqla bağlı olacaq bir vəziyyət ola bilər. Amma burada emosional yanaşmadır. Həm də yəni bu vəziyyətdə qiyməti yüksəltmək, azaltmaq doğru yanaşma deyil. Çətin tapşırıqları izah etmək və bir də belə səhv etməməsi üçün rəy vermək. Bu doğru da yanaşma deyil. Səhv etməməsi üçün artıq ona bir növ rəyi cəza olaraq vermiş olursan. Çətin tapşırıqları izah elədin. Bunu başa düşdük. Yəni bu doğru fikirdir. Ancaq səhv etməməsi üçün rəy vermə bu doğru yanaşma deyil. Kifayət qədər çatışmadığı üçün şagirdi danlamaq. Yəni kifayət qədər işi icra eləyə bilmədiyi üçün, yəqin səhv gedib burada. Şagirdi danlamaq ümumiyyətlə doğru yanaşma deyil. Çünki şagirdə cəza vermək, danlamaq düzgün addım deyil. Kifayət qədər məsuliyyəti olmadığı üçün şagirdə cəza vermək, bu da danlamaq, cəza vermək doğru yanaşma deyil. Cavab 4, 5, 6, 7 olmuş olur. Yəni D bəndi. 2-də deyir, şagird dərs zamanı yoldaşlarına mane olur. Bunu aradan qaldırmaq üçün müəllimin hansı yanaşması doğru hesab olunur? Xaosa dəstək olmaq bu zaman daha da problemlər yaranmış olar. Buzqıran strategiyasından istifadə, bəli, Goleman nəzəriyyəsinə əsasən sosial emosional öyrənməni formalaşdırmaq üçün mütləq buzqıran strategiyasından istifadə edib, aradakı buzları əridib, arada düzgün ünsiyyət formalaşdırmaq lazımdır. Sosial məlumatlı komponentin arxa plana atmaq yox, əslində sosial məlumatlı komponenti, yəni empatiyanı ön plana çıxartmaq lazımdır. Arxa plana atmaq doğru yanaşma deyil. Akademik nailiyyəti yüksəltməklə bu işi həll eləmək doğru deyil. Çünki yoldaşına mane olur. Burada emosionallıqla problem var. Akademik nailiyyət isə idrakla bağlı olan bir vəziyyətdir. Ona görə D bəndi də olmaz. Metaqognitiv bacarıqlar formalaşdırmaq, bu da idrakla bağlıdır. Ona görə olmaz. Bizdə emosionallıqla bağlı olmalıdır. Cavabımız olur B bəndi. Sonra 3-cü suala baxırıq. Münasibətlərin idarə edilməsi komponentinə aid olmayan qabiliyyəti müəyyən edin. İnandırıcılıq qabiliyyəti olmalıdır, sinfi ələ almaq qabiliyyəti olmalıdır, kommunikasiya qabiliyyəti olmalıdır, liderlik qabiliyyəti olmalıdır.
Bunların hamısı, yəni A, B, C, D bəndlərindəki hamısı münasibətlərin idarə olunmasına yer alır. Yəni uşaqda uşaqla müəllim arasında inandırıcılıq qabiliyyəti, sinfi ələ almaq, yəni müəllim bunları bacarırsa, uşaq inandıra bilirsə, müəllim şagird arasında kommunikasiya qabiliyyəti formalaşırsa, müəllim həmçinin şagirdlər arasında bu liderlik qabiliyyətini təkmilləşdirirsə, o zaman münasibətlərin idarə olunması formalaşacaqdır. Doğrudur. Amma Y bəndi yanlışdır. Daha pozitiv yanaşma bu özünü idarə etmədə yer alır. Çünki çalışmaq lazımdır ki, daha pozitiv yanaşıb təmkinli qərar verəsən, yəni daha dava, problem, narahatlıqdan uzaq olasan. 3 Y bəndi olmuş, o olur. 4-cü suala baxırıq. Verilənlər arasında hansı iş üsulu yoxdur? Xəyali bir situasiyanı canlandıraraq mövzunu daha dərindən öyrənilməsini təmin edir. Bu həm rollu oyuna aiddir, həm də simulyasiyaya aiddir. Bir aya aid olmuş oldu. Sonra problem müxtəlif cəhətlərdən nəzər salmaq, bacarığı formalaşdı. Bu da Bloom kubudur. Bloom kubunda Bloom'un neçə mərhələsi var? Həmən mərhələlər üzrə də nəzər salmış olursan. Problemin müxtəlif cəhətlərdən 2 də B-yə aid oldu. Şagirdlərin bir mövzu, hadisə, xüsusiyyət haqqında artıq mövcud olan biliklərini aktivləşdirmək üçün istifadə olunur. Demişəm ki, harda mövcud sözünü gördünüzsə, bilin ki, Bakı olmalıdır. Yəni BİBÖ, BİBÖ, A aksiyon, K klaster. O da hansı var variantda? BİBÖ var. Ona görə 3-ü də C-yə aid eləyirik. Mövcud sözünü görəndə həm də diaqnostik qiymətləndirməni axtarın. 4-də deyir, əşya, hadisə və anlayışları müqayisə etmək və onların oxşar fərqli xüsusiyyətlərini müəyyənləşdirmək üçün istifadə olunur. Harda müqayisə, oxşar fərqli cəhət gördünüzsə, Venn diaqramını götürün. 4-də D-yə aid olmuş oldu və insert haqqında məlumat yoxdur. Inserti də harda, yəni insertin açar sözlərində deyim ki, harda işarə, qeyd etmə sözləri gördünüzsə, insert bir də BİBÖ-nü axtarın. İşarə bir də qeyd etmə. Yaddan çıxartmayın, çünki insertin açar sözü budur. Həm də BİBÖ-yə də aid olmuş olur, oxşar cəhətlərdir. 4 oldu Y bəndi. 5-ə baxırıq. Texnologiya dərsində müəllim şagirdlərə nazik təbəqə metalların düzəldilmə yollarını deməsini istəyir. Baxın, yollarını deməsini istəyir. Eləcə metalları demir. O zaman deklarativ olardı. Eləcə metalların adını çəksə. Amma metalın düzəldilmə yolları deyirsə, deməli alqoritm var, ardıcıllıq var, gedişat var, prosedur var. Ona görə bu da prosedural bilik olmuş, o olur. 5 adım. 6-da deyir, müəllim şagirdlərə müəyyən bir mövzuda müxtəlif xəbər mənbələrinin etibarlılığını qiymətləndirməyə tapşırır. Baxın, qiymətləndirmir ha. Qiymətləndirməyə tapşırır. Əgər qiymətləndirir desə tənqidi təfəkkür olardı. Amma qiymətləndirməni tapşırırsa, bu artıq məntiqi təfəkkürdür. Və xəbər mənbələrin etibarlılığını yoxlayır. Etibarlılıq varsa, deməli etibarsızlıq da var. Yəni etibarlılığını, etibarsızlığını yoxlayır bir növ. Yəni analiz eləyir. Düzdür, dəyərləndirmə də deyə bilərdik buna, amma burada desəydi ki, etibarlılığını qiymətləndirir desəydi, o zaman tənqidi təfəkkür və dəyərləndirmə ola bilərdi. Amma etibarlılığını qiymətləndirməyə tapşırırsa, deməli onu analiz eləyir. Tərəzinin bir gözü qalxır, bir gözü düşür və məntiqi təfəkkür olmuş, o olur. 6 Y bəndi. 7-də isə deyir ki, şagirdlər müəyyən bir mövzuda müxtəlif xəbər mənbələrinin etibarlılığını qiymətləndirir. Baxın, belə olmuş olsaydı, düzdür, qəbulu 6-dakı kimi düşübdür. Sadəcə 7-ni də özüm nümunə kimi düzəltmişəm ki, biləsiniz 7-ci sualı. Bu zaman dəyərləndirmə və tənqidi təfəkkür olmuş olur. Çünki qiymətləndirir cümləmin sonunda xəbər kimi çıxış eləyirsə, o zaman tənqidi təfəkkür dəyərləndirmək olur. Yox, 6-cı cümləmdəki kimi tapşırır feili axırda gəlir. Qiymətlendirmə arxa plana düşmüş olursa, o zaman orada yəni cümlənin məntiqi təfəkkür olur və onun da hansı taksonomiyanın hansı mərhələsində olduğunu içindəki cümlənin analizindən tutmaq olar. Cavab burada olur C bəndi. 8-də deyir, şagird tənəffüsdən qayıdandan sonra dərsə adaptasiya ola bilmir və əhvalı pozulur. Bu zaman müəllimin hansı addım uğurlu hesab olunur? Məktəb rəhbərliyə müraciət etmək doğru yanaşma deyil. Problemi həll etmək üçün şagirdə yaxınlaşmaq, bəli, Vygotsky nəzəriyyəsinə, Goleman nəzəriyyəsindəki kimi empatiya qurmağa çalışmalıdır müəllim. B doğrudur. Şagirddən davranışının niyə dəyişdiyini təkidlə soruşmaq olmaz. Niyə dəyişdiyini bəlkə o səbəb deyə bilməyəcək. Ona görə müəllim onu özü analiz eləməlidir. Şagirdin davranışını görməzdən gəlmək bu doğru yanaşma deyil. O zaman uşaq özünə qapanar. Valideynə bu haqda məlumat vermək o zaman qarışqanı bomb eləmiş olarıq. Olmaz.
8B-dir. 9-da. Şagirdlərin fəaliyyətini dəyərləndirmək və onların öyrənməsini dəstəkləmək üçün verilən fikirlərdən hansı doğrudur? Şagirdlərin hafizəsini formalaşdırmaq yox, təfəkkürünü formalaşdırmaq olsa olardı. Şagirdlərin tənqidi təfəkkürünü inkişaf elətdirmək, bəli. Şagirdləri keçmişə yönəlik rəy yox, gələcəyə yönəlik rəy olsa doğru olardı. Çünki fəaliyyətini dəyərləndirirəm, onların öyrənməsini dəstəkləyirəm. Yəni bu gələcəklə bağlı bir fikir olmalıdır, konstruktiv rəy olmalıdır. Konstruktiv rəy olursa da müsbət tərəfləri götürməliyik. Şagirdlərin metakognitiv bacarığını inkişaf etdirmək. Bəli, 2 ilə 4 doğrudur. Cavabım A bəndidir. Şagirdlərə emosiyalara yönəlik rəy vermək. Bu destruktiv rəydir, düzgün rəy deyil. Emosiyalara yönəlik rəy sən dağlarsan, sən çaylarsan, səndən yoxdur, sən bir dənəsən, sinfin gözüsən. Olmaz. Bu emosiyalara yönəlik rəydir. Amma müəllim düzgün rəy verməlidir. Konstruktiv rəy, motiv edici rəy, stimullaşdırıcı rəy verməlidir. Cavab A bəndidir. 10-cu sualda müəllim şagirdə sual verir. Sinif yoldaşının bir neçə dəfə sinif yoldaşları tərəfindən incidildiyini görürsən, bu zaman nə eləyərsən? Situasiyaya əsasən şagirdin hansı cavab verməsi onda problem həll etmə bacarığının olduğunu göstərər. Baxaq, problemi həll eləyə bilər yəni. Şagird deyir, bir neçə sinif yoldaşımla birlikdə onlarla söhbət etməyə gedirəm. Qoy görsünlər ki, o tək deyil. O zaman daha da orta qızışar, yəni düzgün yanaşma deyil. Ortadakı vəziyyəti daha da aqressivləşdirmək doğru yanaşma deyil. Şagird belə deyir ki, mən mübahisə etmədən məktəb rəhbərliyinə məlumat verərəm. Bəli, bu doğru yanaşma ola bilər ki, çünki artıq problem böyüyüb və incidildiyini bildirir. Şagirdlərinin digər yoldaşlar şagirdi incidiblər. Məktəb rəhbərliyinə, yəni məktəb rəhbəri deyəndə sinif rəhbərinə deyə bilər, müəllimə deyə bilər. Yəni rəhbərlik düzdür, burada biraz daha belə direktora falan deməkdir. O da düzgün olmaz. Yəni burada yəqin o səhv düşübdür. Çünki dedilər ki, sual bu formatda olubdur. Mən də indi düzdür necə deyiblər, elə də qeyd eləmişəm, amma məktəb rəhbərliyi yox, müəllimə, sinif rəhbərinə desə daha yaxşı olar. B cavabı B götürürük. C-də deyir, sinif yoldaşımı tək qalmağa qoymazım. Bu məsələnin həlli ola bilməz. Çünki vəziyyət daha da gərginləşər. D-də deyir ki, bullying mövzusunda tədbir keçirməyə təklif edərdim. Baxın, bu çox gözəl yanaşmadır. Birinci cümlə. Bullying mövzusunda tədbir keçirməyə təklif eləyərdim. Əla. Amma arxasındakı cümlə yanlışdır və deyir, konstruktiv rəylər verərək məsələni həll eləyərəm. Konstruktiv rəyi şagird vermir. Müəllim verir, şagird verə bilməz. Ona görə D bəndi yanlışdır. Onu seçə bilmərik. Birinci hissə doğrudur, ikinci hissə yanlışdır. Ona görə D bəndini götürə bilmirəm. Amma eləcə desəydik ki, bullying mövzusunda tədbir keçirməyi təklif edir, daha gözəl olardı. Y-də deyir, həmin şagirdlərə yaxınlaşıb onların düzgün hərəkət etmədiyini irad olaraq bildirərdim və bir daha bizim sinfə yaxınlaşmanı qadağa edərdim. Bu da çıxış yolu deyil. Cavabım D bəndi olmuş olur. 11-ci sualda effektiv rəy haqqında yanlış fikir istəyir bizdən. Effektiv rəy şagirdlərdə öz zəif və gücləndirilməli olduğu cəhətləri müəyyənləşdirməyə şərait yaradır. Bəli, onlara stimul verir, mənfi müsbətini tapa bilirlər. Karl Dweck nəzəriyyəsində açıq düşüncə tərzi nəzəriyyəsinə oxşayan bir fikirdir. Effektiv rəy şagirdləri qarşılaşdıqları çətinliklərin öhdəsində necə gəlməklə bağlı istiqamət verir. Vygotsky nəzəriyyəsi istiqamət verir. Goleman nəzəriyyəsi. Effektiv rəy şagirdlərin şəxsi keyfiyyətlərini önə çəkməklə inkişafı təmin edir. Şəxsi keyfiyyəti yox, onların fəaliyyətini ön plana çəkir. Şəxsi keyfiyyət olmaz. Şəxsi keyfiyyət onun öz xarakteridir. Yəni burada effektiv rəyi onun özünə vermirik. Onun gördüyü işə verməliyik. Fəaliyyətinə verməli. C bəndi yanlışdır. Şəxsi keyfiyyət olmaz. Ümumiyyətlə nəinki buradan. Harada şəxsi keyfiyyət sözünü gördünüzsə çıxın. Olmaz. Fəaliyyət olmalıydı burada. Cavab C bəndidir. Və D-də deyir, effektiv rəy vasitəsilə şagirdlərin arzu olunan davranışlarını möhkəmləndirmək mümkündür. Doğru fikirdir. Çünki uşaqlara stimul veririk, həvəsləndiririk. Bu da onlarda arzu olunan davranışların daha da qalıcı olmağına şərait yaradır. Effektiv rəy şagirdlərdə nə gözlənildiyini onların diqqətinə aydın şəkildə çatdırır. Bəli, onları düzgün yola istiqamətləndirir. Bu qədər, uğurlar.